Gəlin belə bir suala baxaq. Burada ilk növbədə bu loqaritmin altındakı olan cəmi hesablamaq lazımdır. Bizə cəm verib ki, 4 üstə gəlinsin 1 plus 4də 1 və nöqtələr. Bu həndəsi silsilədir. Həndəsi silsilədə deməli bunu hesablamaq üçün SN bərabər olacaq B1 bölünsün 1 minus Q'ya əsasən bu cəmi hesablayacağım burada. Burada B1 görürük ki, nədir? 4'dür. Q'yu necə tapaq? Q'dəki bərabərdir. B2 bölünsün B1-dən tapa bilirəm. B2 nədir? B2 bizdə 1'dir. B1-dəki 4'dür. Deməli Q nədir? Q'də 4'də 1'dir. SN nə olacaq? SN olacaq B1 bölünsün 4 bölünsün 1 çıx Q oldu 4'də 1. Bu eləyəcək 4 bölünsün 4'də 3. 4'də 3. Bu da eləyir nə? Bu da eləyir 16 bölünsün 3. 16 bölü 3. Gətirib ifadədə yerinə yazsam olur 0,2 üstü loqaritm 5 əsasına görə 16 bölünsün 3. 16 bölünsün 3. İndi burada bu 0,2'ni necə yazmaq olar? Yazmaq olar 5'də 1. 5'də 1 üstü loqaritm 5 əsasına görə 3'də 16 kimi yazsam. 3'də 16 kimi yazsam. Bu nə deməkdir? Bu 5 üstü -1, -1. Bunun qüvvətində loqaritm 5 əsasına görə 16 bölü 3 dayanıb. Və biz bilirik ki, 16 bölü 3 ilə bu 5'də 1 yerin dəyişə bilir. Yerin dəyişəndə nə olacaq? Yerin dəyişəndə olacaq 16 bölünsün 3 üstündə loqaritm 5 əsasına görə 5 üstü -1. 5 üstü -1. Bu -1 də qabağa düşür. 5 əsasına görə 5 deyilir bizdə 1. Deməli olur 16 bölü 3 üstü -1. Bu da bizə verir 3 bölünsün 16. Deməli sualın düzgün cavabı olur 16'da 3. Yəni ki, Y bəndi.